Yasir Arafat var idi. Belə gözəl oğlan idi, düzdür. Vallahi bir toplumun lideri də çox önəmlidir. Onun görünüşü də, o toplum nə aldatsa, onun liderin görünüşü də o. Mən belə qiymət, mən fizionomi istəyirəm, başa düşürsünüz. Fizionomiyaya çox böyük önəm verirəm. İntellekt adamın elə alnında, üzündə, nəslində yazılır. Bəli, o Yasir Arafat, Nobel mükafatı verdilər ona. Yəni o necə olmalıdır? Kasıb, belə də biz Çanakkale Savaşında necə olmuşuq? Çarıqla vuruşmuşuq, vətən uğrunda, bayraq uğrunda. Belə. Bu da elə olmalıdır. Hə? Bəlkə, baxın, görün indi Yılmaz qardaşımın bir araşdırması da var. Həmən o Yasir Arafat öləndən sonra nələr çıxıb ortalığa? Elə ölənməmişdən əvvəl də məlum idi, amma oradan sonra başladı çıxmağa ortalığa ki, bu kimdir və nə ilə məşğul? O Yasir Arafat indiki o, həmən o Hamasın böyükləri öldürürləri, milyarderlər qatardır. Ondan heç nə fərqləmir. Bu həmən xəttin davamıdır. Həmən o Fələstin xəttinin, güya azad Fələstin xəttinin, mən təbii ki, Fələstin azadlığını istəyirəm və Fələstin dövləti. Biz istəyirik onu, istəyirik ki, orada normal sülh olsun. Biz o İbrahim sazişinin də əslən yaxşı olduğunu buradan söyləyirik. Yaxşıdır da, oturun dostlaşın, necə biz Qırğızla, Türkmənlə, Özbəklə, Qazaxla, Türklə bir yerdə oturmuşuq, Təbrizlə bir yerdə əl-ələ veririk, danışırıq və bu günlərin dostluq, qardaşlığı təbliğ edirik. Siz niyə buradan internetdən İzmirdə oturan uşağa öyrədirsiniz, ged orada polisi öldür, bir-birinizi öldür, Yahudini öldür, hə? Biz onun əleyhinəyik. Amma orada sülhün əleyhinəyik. Biz heç də Fələstin əleyhinə deyilik təbii ki. Amma Fələstin adı ilə gelirsə, bu biz Yasir Arafat kimlərin və bunların təbii ki, o teröristlər olar. Baxın, görün, Yılmaz Özdil necə araşdırıb bu məsələni? Yasir Arafat öldüğünde kaç parası vardı biliyor musun? 6,5 milyar doları vardı. 6 yarım, 6 milyar yarım, 6 milyar 500 milyon. 6,5 milyar doları var. Öləndən sonra çıxıb ortalığa. Hardan? İlk gizli banka hesabını T 1965 yılında 50 bin dolarla İsviçre'de açtı o. Kuveyt emirinden. O tarihten itibaren yüzlerce gizli hesap açtı. Öldüğünde 6,5 milyar doları var. İspanya'da, İtalya'da, Fransa'da, İsviçre'de, Avusturya'da çok sayıda otel ve tatil merkezinde hissesi var. Tunus ve Cezayir'de 2 telefon şirketinde hissesi var. Azadlıq güvərcini. Arafat'ın bu müthiş servetinin 750 milyon doları, kimisi 1 milyar diyor, kimisi 2 milyar diyor ama genel kabul edilen 750 milyon dolarını miras marifetiyle kızı aldı. Kızı Londra'daydı. London. Arafat'ın kendisinden 34 yaş küçük eşi vardı. Paris'te yaşıyordu. Sırf eşinin Fransa'da 20 milyon doları var. Şimdi bildiğim kadarıyla Malta'daydı. Ramallah'taki, yani Filistin'deki Coca-Cola fabrikasının ortağıydı Arafat. Evet. Filistin'de Coca-Cola fabrikası var. Arafat ona ortak. Fabrika var, Fələstində. Azadlıq güvərçini. Yasir Arafat. Nobel mükafatı laureatı. 6 milyar 500 milyon. Hardandır? Ne üçün bizim alimlərdə, Türkiyənin alimlərində, ne üçün onlarda belə bir pul yoxdur? Bu 6 milyar dildə demək asandır. Hardandır bu? Və təbii ki, o pullarla həmən o nifrət mərmiləri düzəldir dünyada. Görürsünüz öz qızları, ermənilərlə bütün günü keşişlə öpüşüb görüşürdü. Biz burada danışırdıq, ala biri Londondan, biri nə bilim Parijdən, hamısı gedib uşaqlar hamısı oradadır da. Buradakı o nifrət mərmiləri var içəridə. Da nə başlamışlar Kamranın üstünə gəlməyə, da siz necə? Kamran İsrailin burada agentudalar. Burada da gör nə danışır, gör nə danışır sənsə. Erməni ilə öpüşüb görüşüb deyir, Abbas, o birisi təzəsi var, o 90 yaşı var, neçəyə var orada, Abbas. O görüşüb, sonra bu Yasir var, dodağa öpüşür. Arvad, valla qadınla kişi ilə öpüşmür, bunlar erməni köşkünü necə öpüşürdülər. Elə onu mən göstərim, üstümüzə düşürdülər ki, orada nə deyib ki, erməninin öpüşücü keylik? Ya da erməni, indiki erməni ilə yox, mən o faşist erməni ilə, Asalanı da görürsün Roma papasının əlini necə öpürdü. Çünki Asalanın da başında Roma papası dayanmışdı. Bunlar bir-birinə əlaqəlidirlər. Biz onun əleyhinə danışırıq, burada onların o həmən zibilləri ortalığa çıxır və o yaxşıdır da mən demək ki, onları ortalığa çıxadıram. Onun üçün bizim təşkilatın orqanlarımız, bizim xüsusi güc orqanlarımız diqqətli olmalıdır və o ortalığa çıxan kimi onu götürməlidirlər. Cəmiyyət təmizlənməlidir. Niyə burada narahat olurlar mən bunların pulların üstünü açanda, danışanda? Ne üçün? Axırıncı həyat yoldaşı da cavan qız idi da, özündən də 30 yaş balaca idi, neçə yaş balaca idi, 40 yaş balaca idi, o da erməni idi.
Belə deyirlər. Hər halda da ermənilərlə də bu həmən o daşnaqlarla bunlar qardaş olublar. Çünki eyni mübarizədə idilər də. Eyni bütün dünyanı qan içində boğmağa hazırdılar da bunlar. Və bunun indiki Hizbullahdan, Hamasdan nəyi fərqlidir ki? İranda molla rejimindən nəyi fərqlidir ki? Biz bunların əleyhinə niyə danışmayaq ki? Niyə? Danışanda biz İsrailin burada agenti oluruq. Ne üçün? Mən Turanın agentiyəm. Türk dünyasının agentiyəm. Türk oğlu Türkəm. Nə mutlu Türküm deyənə. Məni ancaq öz marağımız, öz ilgimizin marağı, bizim də marağımız dostluq, qardaşlıq, dünya ilə bir yerdə rifaha və texnolojiyə gəlib çatmaqdır. Yetişmək, hər gün öz üzərində işləmək, oxuyaraq, çalışaraq. Nə deyir Mustafa Kemal Atatürk? Türk milləti çalışqandır, mərddir, igiddir. Və biz də bu alçaqların, danışan kim bu, sən İsrailin burada agentisən. Bəli, biz burada bu alçaqları təbii ki, açıb bütün terrorlarını, bütün o oğurluqlarını 6 milyar yarım, bu hələ 6 milyar yarım söhbət 70-ci illərdən gedirib, bugünə çevirsən o 60 milyarddır o. 60 milyar. Bugünə çevirsən. Bəlkə də ondan da çox. Siz 60-70-ci illerdəki 66 milyar bütün 5-6 dövlət almaq olardı, dövlət. O vaxt ki, qayıdın, baxın internetdə statistikanı yoxlayın, görəcəksiniz ki, o vaxtı ən güclü dövlətlərin, qüdrətli dövlətlərin büdcələri, illik büdcələri 100 milyonlarla hesablanırdı. Belədir. Hardandır bu pullar? Terörist deyillərmi bunlar? Və indi İrandan həmən hava əsmirmi o? Təbii ki, mollalardan danışıram. Hizbullahdan həmən, Hamasdan həmən. Ne üçün axıra kimi imkan vermədilər ki, İsrail onları məhv etsin və bitirsin? Ne üçün? Nəyə görə? Sual. Amma Yılmaz qardaşım, iki fakt. Türkiyədə din adı altında internetdə səhifələr açıb, müzakirə platformaları açıb, 15, 14, 16 yaşlı uşaqları başdan çıxardı. Onların nifrət mərmisini, hansısa keçmişdə baş verən hadisələrlə bütün dünyaya düşmən eləyib, gedib Türk polisini öldürtdürən bu zümrəni biz məhv etməliyik? Yoxsa qorxub dilimizi qulağımıza salıb belə oturmalıyıq qıraqda ki, öyle bunlar nə hiss eləsinlər? Belə deyil. Şükür Tanrıya ki, Azərbaycanın güc strukturları əla işləyir. Əla işləyirlər. Avropadakından da, Amerikadakindən da və belə görünür ki, Türkiyədəkindən də. Bu belədir. Çox təəssüf Türkiyəmizə. Çox təəssüf. Çünki onlarda həmən bu Arafatın lozunqları televizyonlardan səslənir. Qəzetələrin manşetinə çıxardılır. Siyasətçilər danışırlar. Siyasi şərhçilər danışırlar. Az qalırlar Putini qəhrəman eləsinlər. Mən orada Haması qəhrəman eləsinlər. Hizbullahı qəhrəman eləsinlər. Bu faktdır. Bizim yolumuz Turandır. Qardaşlıq, yurtda barış, cahanda barış. Qardaşlıq və inkişaf. Yəni, türklük bayrağımızın rəngi, yol xəritəsini bizim üçün əla qoyub o qurucu babalarımız. Türklük, müasirlik, çağdaşlıq, yəni texnoloji inkişaf, yəni Amerika, yəni Böyük Britaniya, yəni BP, yəni Shell, yəni Chevron və burada yerli istehsal, hələ ki ona nail ola bilməmişik. Çünki bayrağın yolun getməyə lazımdır. Və yaşıl İslamın rəngidir, yəni Tanrı sevgisi. İndi bütün dövlət müsəlmanlardan ibarət deyil ki. Tanrı sevgisi, yəni haqqın sevgisi. Haqq həqiqətin yanında olmaq. Biz haqqın həqiqətin yanındayıq. Onlar adam öldürməyə və dünyanı məhv etməyə çağırırlar. Biz qardaşlığa çağırırıq. Tanrı dünyanı məhv edənlərin, məhv etmək istəyənlərin arxasındadır, yoxsa qardaşlığa çağıranların arxasındadır. Bizik Tanrının adamı, yoxsa olar. Və də şeytanın özüdürlər də, elə öz terminlərindən danışıram. Ki 16 yaşında uşağı öyrədirsən, gedib orada o polisin evladı, millət qoruyur, vətən qoruyur, sabah gelib şəhid olacaq millət uğrunda, bayraq uğrunda. Bu alçaqların təbliğatın nəticəsində görürsünüz nəyə çevrilirlər. Rusiya. Bunlar xəlifata qayıtmaq istəyirlər arası. Rusiya Sovet hökumətinə qayıtması, burada da taxtabaşları yaradı. Bu ən qorxulu olardılar. 1920-ci ildə də onlar o taxtabaşların böyük belə beynindəki zülmətin nəticəsində Azərbaycan qaranlığa qərq oldu. 1827-ci ildə də İrəvan alınanda, 20 yanvar ərəfəsində də
Hemen o taxta başlar, biri yazıda da Ali Sovet oradan geldi, ne bileyim şey buradan getdi, Moskva, Moskva, Moskva. Nəticədə nə baş verirdi? Ölüm, qan, aclıq. Sovetə qayıtmaq istəyirik. Biz yox təbii ki, Azərbaycan toplumu artıq tamamilə Turandan, Türkistandan danışır və gözəl də ideoloji bizim həm dövlət başçımız, həm bizim ordumuz, həm bizim güc strukturlarımız, həm bizim bu günlərin buradakı, baxın da neçə təbliğat eləyən bizim qardaşlarımız var. Özbəkistandakı mənzərəni görürsünüz, Qazaxstandakı necə bizi qarşılayırlar, necə orada otururuq, necə Türkiyədəki mənzərəni görürük. Birazdan sizə belə videolar göstərəcəm ki, onlar tarixi də adlanır. Mən bir daha təkrar edirəm ki, o videolar tarixi videolardır.